Bakıda Tbilisi prospektində 8 milyon Amerika dollarına dəbdəbəli villa satışa çıxarılıb. Doğru xəbər Azərbaycan Demokratiyaya istinadən xəbər verir ki, villa prezident administrasiyasının sabiq rəhbəri, AMİA'nın keçmiş prezidenti Ramiz Mehdiyevə məxsusdur. Tbilisi prospektində 36 sot ərazidə yerləşən bu villanın Mehdiyevin yüksək vəzifədə olarkən tikdirdiyi çoxsaylı mülklərindən biri olduğu, indi isə satışa çıxarıldığı qeyd olunub. Unikala istinadən son dəqiqə əldə etdiyimiz məlumata görə Ramiz Mehdiyev sözügedən villanın ona məxsus olmadığını deyib. Satışa çıxarılan villanın qətiyyən bizimlə əlaqəsi yoxdur. İlk dəfədir sizdən eşidirəm. Bizim satışa çıxarılan villamız yoxdur. Kimə aid olduğunu bilmirəm, deyə o sözlərini əlavə edib.